Müxtəlif ilahi ədyan bastaqları və ya hətta Quran bastağında işarə olubdur ki, evrən 7 göydən cürlənibdir. Amma indi mənzur 7 göydən nə mənadır? Bəziləri deyirdilər ki, 7 göy həmin o səyyarələrdir, 7 səyyarədir. Ki, sonra görə iştibah eləyirlər. Çünki 7 səyyarədən çox vardı və hətta ayrı əcram vardı Mənzumə Şəmsidə. Bəziləri deyirlər ki, Mənzumə Şəmsi 1-ci göydür. O da iştibahdır. Çünki Quran bastağında deyir ki, sizin göyünüzü, sizin təbəqənizi ulduzlarla işıqlandırmışıq. Leza ulduzlarla biz bir təbəqədə yaşayırıq. Dərvaqə oracan ki gözümüz işıq görür göydə, biz onlarla bir təbəqədəyik. Dərvaqə bu cür deyim. Mənzumə Şəmsi, galaksi, sonra da evrim ki bütün galaksiləri yığıbdı bir yerə, o 1-ci təbəqədir. O bizim 1-ci təbəqəmizdir bər əsası Quran. Ondan sonra o evrim özü bir dənə ayrı evrimin içindədir. O da ayrı evrimin içində və bu cür gedir 7 seri ki sonuncu 7 dərvaqə o 7-ci ya sonuncu o böyük evrimdir ki 6 evrim onun içindədir. Hətta Quran bastağında yazıb ki Tanrı Quran isə nazil elədi. Bilirik ki biz network space time-dan çıxaq eşikdən baxaq, Kore zəminin üst aşağısı olmaz. Məgər bu ki bər əsası qutb şumalçılıq nəzərdə alaq. Yoxsa siz Kore zəmində bunu sizə hər hara bursanız bu networkda siz buna üst aşağı müşəxəs eləyənməzsiniz. Amma onda ki deyirik nazil olubdur, dərvaqə demək olar ki o birisi təbəqələrdən gəlibdir aşağıya sarı, hər tərəfdən nəzərdə alsaz nazil olubdur bizim təbəqəyə. Bizim təbəqə ki yap aşağı tərin təbəqədir. Nazil olubdur Quran bizə. Leza mənzur 7 təbəqədən həmin evrimdir, dərvaqə 7 evrimdir. Bütün evrən 7 evrimdən cürlənibdir ki, layədirlər.